Allah Taala qullarının əməllərindən qafil deyil. Allahın nəzarəti və əhatə etməsinin kamilliyindəndir ki, Allah Taala qullarının əməllərindən qəflətdə deyil. Bu nəyi göstərir? Yəni bu onu göstərir ki, müəllif qeyd edir ki, bu bizim inancımızdır. Əhl-i sünnətin inancıdır ki, Allah Taala'nın nəzarət etməsi və həmçinin hər şeyi əhatə etməsi kamildir. Və bu kamillikdən dolayıdır ki, Allah Taala qullarının etdiyi əməllərdən bixəbər deyil. Allah bütün qullarının nə edir, hamısından xəbərdardır. Və bu məsələlərin hamısı əqidə mövzularıdır. Bunu yaxşı mənimsəmək lazımdır, əziz qardaşlar. Yəni insan bilməlidir ki, Allah Taala qullarının etdiyi əməllərdən qafil deyil. Nə üçün qafil deyil? Və burada müəllif gətirir. Çünki Allahın nəzarəti kamildir, həmçinin əhatəsi kamildir. Hər şeyə nəzarət etməsi, eyni zamanda da hər şeyi əhatə etməsi kamildir. Və bu baxımdan Allah Taala bütün qullarının hər bir halından xəbərdardır. Hər zaman, hər vaxt və hər bir yerində Allah Taala yaratdığı qullarından xəbərdardır. Hər şeyi bilir. Və ona görə də dəyərli qardaşlar, bu məsələlər açıq-aşkar əhl-i sünnətin etiqadıdır ki, Allah Taala qullarının halını bilir.